Heyif değildi o vaxtlar nədir? Nətər yəni heyif değildi o vaxtlar? vaxtımız Hayf yox, deyil ki problemlərimiz yox vaxtlar. idi. Nə vardı o vaxtda? Yox, sağ ol. Aslan Allah yaxşı. Bir dənə dostunun evinə gedirdin. Gedirdin dostun gilə. Telefon yox, bir şey yox. Gelib dostun gilə çatanda anası deyirdi ki, o getdi sizə. Qayıtıb gəlməmə çatanda anan deyirdi ki, gəlmişdi dalınca Adam getdi. düşürdü. Axşam düşürdü şey. Telefonla bir-birinə zəng vurub adam deyir ki, məsələn, filan kəs gəlirəm sizə. Bir evə yığışırdılar cəmaat qonaq getməyə. Gedirdin ki, cəmaat evdə yoxdur. Telefonla bir zəng vurursan ki, indi filan kəs evdəsən, hə gəlirəm. Görüntülü yox, evdəyim gəl. Nə var da, nə vardı o vaxtda, nə heyif? Sən də hayf deyil indi. Düymə əlinin altında da hara istəyirsən uçursan, hara istəyirsən gedirsən, hardan istəyirsən gəlirsən, nə istəyirsən yeyirsən. Cəmaat qorxa-qorxa gizlədə yeyirdilər. Qastronoma gedirdin, növbəyə dayanırdılar, saatlarla gözləyirdilər ki, ay Allah, yağ çatacaq, buna çatmayacaq. Nə deyim? Bilirsən, onda bizim beynimiz Yox, sağ sən, idi. aynen. Yox, qayğılarımız yox idi. Sən- Sağ ol, yox, qayğılarımız yox idi. Uşaq idik ona Uşaq görə də. idik. Qayğını böyük çəkirdi. Bizim dədələrimizin, nənələrimizin nə çəkdiyini biz bilirik Yox, ki. bilmirik. Biz bilmirik ki. Onların da öz dövrü olub da, amma bizim yadımızda qalan odur. O qoxular gəlir adamın burnuna, o uşaqlıq. Da indi o deyil axı, indi də bizim öz qayğılarımız var da. Hamımız böyümüşük, o qayğılarımız. Sən Allah yaxşı o vaxt gediş-gəliş vardı hamı bir-birinə. Nəsə köy tökülüb gəlir. 3 dənə adam evə gəlir, sonra 60 dənə boş qat kirlənir orada. Gəlin bunların dalınca deyinə onların gücünə. Lazımdır bizə. Ev telefonları. Sən Allah yaxşı. Yüz neçəyə yığırdıq, saat öyrənirdik. 2 dəqiqə. Nənəm gedirdi dayımla danışmağa Qazaxıstandan. 106. Ay Allah, o poçta girdi o qutuya. Eldəniz, eldəniz. Sağ Sağ ol. olun, sağ olun. Alo, 15 dəqiqə vaxt olurdu. 15 dəqiqənin 12 dəqiqəsini alo deyib qışqırırdılar ki, bir-birlərini eşitsinlər. Bilirsən, amma yenə də uşaqlıq qayğısız idi. Ona görə o illər çox darıxırdı. İnsan keçmişdən ötürü darıxır da, xatırlayır, darıxır, amma heç nədən Bir də ötürü mən darıxmır. ən Hayır, mənə düşün, uşaqlığımı gəl, xatırladım. kurslara Səhər məktəbə gedəndə göyərçinin